Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün hazırladığım belə bir gözəl, möhtəşəm bir həri tortunu sizlərlə də bölüşürəm. Allah bütün subaylara nəsib eləsin. Hər evdən gözəl toy səsləri gəlsin inşallah. Keçək torta xanımlar. Tortu axşamdan yığmışam. Tort özünü səhərə qədər tutub tortu 20-nin 30'a olan formada hazırlamışam. Axşamdan yığmışam. Tortun tərkibi plan 1'dir. Tort özünü səhərə qədər soyuducuda tutub bir qat gördüyünüz kimi əvvəlcə qanaşlamışdım. İndi isə ikinci qat qanaşını çəkib hər bir tərəfini ideal formaya salıram. Qanaşın da hazırlama qaydası xanımlar kanalımda var. İnşallah videonun alt bölümündən də sılkasını paylaşaram. Soyuducuya yeni yerləşdirəm. Ən azı yarım saat qalır. Sonra isə çıxardıb üzərini örtürəm. Şəkər xəmirini xanımlar hardasa 3 mm qalınlığında yayıram. Çox da nazik yaymaq olmaz. Onsuz üzərini örtərkən biraz da nazikləşir. Və tələsmədən səliqə ilə gördüyünüz kimi uç hissələrini əlimlə tuturam ki, dartarkən yırtılmasın. Və sonra artıq şəkər xəmirini kəsib çıxardıram. Çox da dibdən kəsmək olmaz xanımlar. Sonra isə hər bir tərəfini ütü ilə ütüləyirəm. Şəkər xəmirini torta yapışdırıram. Tortun çəkisi xanımlar 3 kilo 600'dir. Hündürlüğü 9 santimetrdir. Yeniden ütüyle ütüləyirəm. Artığını çıxartdım. İkinci dəfə artığını çıxardandan sonra ütüyle ütüləyirəm. Sonra üzərinə bacardığım qədər şəkər xəmirini nazik yaymışam və onu tortun üzərinə örtürəm. Kələğaya formasında. Biraz havalandırıram. Kırçınlar qoyuram. Büzmələr qoyuram. Topalayıram. Artıq hissəsini yenidən kəsib götürdüm ki, pis görsənməsin. Tortun kənarlarını adi suyla nəmləşdirirəm. Sonra isə dekorlarını yapışdırıram. Belə dekorlarda bütün şirniyyat ləvazimatları mağazasında olur xanımlar. Münasib qiymətədir, hər kəs əldə edə bilər. Sonra isə Allahın əmri ilə sözlərini yapışdırdım. Qızımızın kələğayısı üzərində buta olacaq deyənə mən də xırda ağ butalardan istifadə edirəm. Üzərində olan kraxmalları nəmli şotka ilə götürdüm. Sonra isə Allahın əmri ilə sözlərinin də kənarlarına xırda dekorlar yapışdırıram. Və tortun bütün kənarlarına xırda dekorlar əlavə edirəm. Çünki onlar qızıl rəng olanda daha möhtəşəm görsənəcək. İndi isə keçək əsas dekorlara xanımlar. Armudlu stəkanın əlbəkini mən axşamdan hazırlamışam. Təkcə qızıl qabısı qalıb. Qızıl qabısı da kvadrat formasında olmalıdır. Müştəri necə atıbsa o qayda ilə də hazırlayıram.
Kvadrat formaya şeker xəmirini saldım. Sonra isə qapaq hissəsini yayıb kəsirəm. Balaca kvadrat formasında. Sonra isə xanımlar, üst qapağın da üzərində xırda-xırda cızlar atıram. Dediyim kimi necə atıblar müştəri o qaydayla diş çöpünə keçirdib bir-birinə yapışdırıram. Qızıl qabın kənarlarına isə belə bir xırda uzordan, lap xırda kiçik ölçülü uzordan istifadə edirəm. Nəmləşdirirəm və yapışdırıram. Bütün dekorları bir neçə gün əvvəlcədən də hazırlasanız daha gözəl olar xanımlar. Hökmən deyil eyni gündə. Mən də vaxt baxımından armudu stəkanı qəncqabına hazırlamışdım. Təkcə qızıl qabısı qalmışdı. Orta hissəsinə də yumru dairə qoyub üzüyü yapışdırdım. Və sonra keçirik yavaş-yavaş tortumuzu rəngləməyə. İndi isə xırda qəndlər hazırlayıram. Sonra isə tortumuzu rəngləyəcəyik. Şəkər xəmirini uzun yayıram. Sonra isə xanımlar kvadrat formaya salıram. Bu da olur xırda qəndlərimiz. Qızıl rəngi salıram. Mən kandürünü xanımlar spirtlə qarışdırıram. Ancaq duru yağla da etmək olar. O biraz gec quruyur xanımlar. Spirt isə o dəqiqə uçur. Qəndlərin də altına biraz şotka ilə su vururam və qənd qabına yerləşdirirəm. Stəkanımıza isə gel əlavə edirəm. Sonra isə hazırladığım dekorları xanımlar, yenə də tortun üzərindəki dekorları qızıl rəngə salıram. Gözünüzün qarşısında xanımlar belə bir gözəl, möhtəşəm tort hazırladım. İnşallah siz də bu videomdan yararlanarsınız. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram. Çalışın öz sosial şəbəkələrinizdə, dostlarınızla, tanışlarınızla paylaşın, abunə olun, like düyməsini basmağı unutmayın. Mən də baxın, biraz da həvəsləşim, sizlər üçün gözəl videolar çəkim. Allaha əmanət olun əzizlərim. Yeni videolarda görüşənə qədər Allah hər kəsin evinə gözəl toy, düğün nəsib eləsin inşallah.